Niyə başda mən Ustupkaya getməliyəm istəmədiyim halda? Niyə mən öz istəyimdən keçməliyəm kiminsə rahatlığı üçün? Niyə mən öz boğazıma basmalıyam? Nə uğrunda? Tarix boyu sadəcə bizi aldadıblar. Döz, sus, Ustupkaya get, Ustupka elə strategiyasından bu vaxtacan heç nə çıxmayıb. Bu strategiyadan heç bir şey çıxmır və çıxmayacaq da. Bu andan başlayır dönüş nöqtəsi. Köhnə proqramları götürürük və çeviririk. Bu da o köhnə fraqman, köhnə proqram. Sus, ağıllı görünəcəksən. İndi isə canlı real versiya. Yeni proqram. Özün ol, özünü eşit. Danışmaq istəyirsənsə danış. Eşidilmək istəyirsənsə səslən. Qorxunu dağıt, emosiyanı boğma. Emosiyalar zəiflik deyil, emosiyalar həyatın özüdür. Bəlli məsələdir ki, əgər susacaqsansa səni tanımayacaqlar, görməyəcəklər, eşitməyəcəklər, hiss eləməyəcəklər və bax, ən böyük paradoks buradadır. Ən çox eşidilmək, görünmək, tanınmaq istəyən insanlar dünyadakı ən səssiz insana çevrilirlər. İçlərində qışqırırlar, amma daxildən gülümsəyirlər. Bundan sonra öz sözünü de, fikrini de, özünü müdafiə ilə istəyini ifadə et. Özünü susturmayacaqsan bundan sonra. Əgər deyəcək sözün varsa de. Əgər dilini soxmusansa qarnıva, əgər dilin bağırsaqlarında ilişibsə, deməli içində o qədim qorxu, proqram hələ də yaşayır. Amma paradoks ondadır ki, o qorxunu daşıyan insanların əksəriyyəti ən parlaq, ən istedadlı, səhnəli adamlardır. Onlarda tanınmaq, səslənmək, görünmək istəyi çox güclüdür. Zahirən çox sıxılıblar. Elə bir ki, işlərində o enerji betonlanıb. Belə adamlar bütün varlıqlarıyla sıxılmış adamlardır. Ona görə danış, səslən, uca səslən. Sənin danışmağa haqqın var, hiss etməyə haqqın var. Danışmağa, səslənməyə, görünməyə, eşidilməyə haqqın var. Çünki əzizim, sən dilini azad edəndə azad olur bütün həyatın sənin. Bütün.